Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard dollardan çox olan borcunu öhdəsinə götürüb. Mayın 11-də ölkənin iri kreditoru olan Azərbaycan Beynəlxalq Bankı 3,3 milyard dollar həcmində borcun ödəmə şərtlərinin dəyişdirilməsi üçün Nyu-Yorkda müflisliklə bağlı məhkəməyə müraciət edib. Bu xəbər beynəlxalq mətbuatda da müzakirələrə səbəb olub. Global Risks Insight portalında təhlilçi Kerem Lüdi yazır ki, hökumət bankın 80%-nə nəzarət edir. Bu səbəbdən bankın defoltu hökumətin etibarını zərbə altında qoyur. Beynəlxalq Bankın 908 milyon dollarlıq ödənməmiş borcu var və Dublində yerləşən Rubrica Finance Company LTD-yə 100 milyon dollarlıq borcun ödənişi gecikib. Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, hökumət dünyadakı etibarını itirməməkdən ötürü məhkəməyə müraciət edib. Əks halda xarici kreditorlar Beynəlxalq Banka qarşı iddia qaldıra bilərdi. Əkrəm Həsənov deyir ki, ümidimiz neft ehtiyatlarınadır. Həmin ehtiyatlar bugün ölkənin infrastrukturuna sərf edilməlidir. Kənd təsərrüfatının, qeyri-neft sektorunun ümumiyyətlə inkişafına sərf edilməlidir. Bunun əvəzində isə indi bu pullar vaxtilə kimlərinsə uğurladığı və buna göz yumanların əməllərinə görə xaricə borcların ödənilməsinə sərf olunur. Bu da bizim ölkənin ehtiyatlarını azaldacaq. İqtisadçı Qubad İbadoğlu bildirir ki, dövlət Beynəlxalq Bankın borcunu vergi ödəyicilərinin hesabına bağlayacaq. O bildirir ki, dövlət büdcəsində bu borc üçün vəsait ayrılmayıb. Bu pulların əvəzinə, yəni o borcların bağlanmasına gedən pullar bilirsiniz ki, kimlərinsə həmin vəsaitin mənimsənilməsinin nəticəsində yaranıbdır bu borclar. Və bu borcların təbii ki, dövlət tərəfindən ödənilməsi də hesab edirəm ki, yaxşı nümunə deyil. Xüsusilə də bir bank üçün bu qədər vəsaitin xərclənməsi və sonradan da bankın özəlləşdirilməyə çıxarılması onu deməyə əsas verir ki, burada siyasi məqsədlər də var, yalnız iqtisadi məqsədlər deyil. İqtisadçının sözlərinə görə hökumət indiyə qədər Beynəlxalq Bankın ayaq üstə qalması üçün 11 milyarddan çox vəsait ödəyib. Və indiyə qədər bilirsiniz ki, 9,93 milyard manat dövlət vəsait ayrı bura. 600 milyon manat Beynəlxalq Bankın deməli, nizamnamə kapitalının formalaşmasına əlavə qoyuluş eləyib. Bundan əlavə Azərbaycan Dövlət Neft Fondu 1 milyard və eyni zamanda 70 milyon manat da depozitə vəsait qoyubdur. Və indi də məlum olur ki, 3,3 milyard dollarlıq da Beynəlxalq Bankın xarici ötərikləri var. Şəhər sakinlərindən də soruşduq ki, cibinizdən Beynəlxalq Bankın borclarını bağlamağa razısınızmı? Kimin günahı var? Qoy o bu yükü daşısın da. Bu yazıq millətin nə günahı var ki? Millət onsuz da pensiya az, maaş az. Mən başa düşmürəm. Banklar işləyə bilmirsə, qoy işləməsin. Dövlət hər hansısa bir addım atırsa, onun mesela vətəndaşlardan soruşmur heç vaxt. Yəni fərq eləməz ya bu barədə və yaxud da ki, ölkədə olan başqa bir işlər barədə, ölkədə olan büdcənin hara getməsi barədə ümumiyyətlə niyə kimi vətəndaşlardan soruşmur, nə eləməksə eləyir. Dövlət eləyirsə yəqin yaxşıdır. Məncə qaytarmalıya yox, yəqin ki yox. Çünki bizə zərər dəyəcək ona, məndən sömürəcək ona görə də yox. Əgər bizim pullarımızdan gəlsə, əlbəttə ki, razı deyilik. Amma dövlətin öz büdcəsindən gedirsə, məsələn, yəni dövlətə ayrılan büdcədən gedirsə, söhbət ondan gedirsə, niyə də olmasın? Beynəlxalq Bank ötən il 1 milyard 740 milyon manat ziyana düşdüyünü açıqlayıb. Ötən il bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Cahangir Hacıyev və digərlərinə qarşı 2 mülki iddia qaldırılıb. Bunlar Beynəlxalq Banka dəymiş 211 milyon manat və Aqrar Kredit Kapalı Səhmdar Cəmiyyətinə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiadır. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manatın tutularaq Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.